Bu günləri bazarda satılan turşular sözün əsl mənasında əsl təhlükə mənbəyidir. İnsanların sağlamlığına təhdiddir. Səbəb çox sadədir. Bu məhsulların böyük hissəsi antisanitar vəziyyətdə satılır, nəzarət olmadan. Yararsız qablarda, sterildən uzaq şərait hazırlanır və satışa çıxarılır. Bundan əlavə, burada əsas təhlükə mənbələri nədir? Antisanitar şərait, həmin o hansı ki, zərərli qablar deyilir. Zərərli qablar nədir? Tikinti materiallarından istifadə olunan qablardır, boya vedrələridir, təkrar plastik donlardır. Yəni qida üçün nəzərdə tutulmayan qablarda saxlanılan, o qablarda hazırlanan turşular birmənalı şəkildə sağlamlığa təhdiddir. Ev üsulu ilə hazırlanan, bəzən zirzəmilərdə, çirkli mühitdə hazırlanır. Həmçinin burada mikrobiyoloji çirklənmə baş verə bilər. Ən qorxulu isə bunun botulizm riski olmasıdır. Bu da təbii ki, çox zaman ölümlə nəticələnir. Digər məsələ kimyəvi maddələrdən istifadədir. Əgər bu tərkibin turşunu turş göstərmək üçün xüsusi sirkə turşularından, qadağan olunmuş qatqılardan istifadə olunursa, bu artıq turşunun tərkibinin kimyəvi qatqının olmasına xəbər verir. Bu da ki, bildiyimiz kimi mədə-bağırsaq sistemini korlayır, uzun müddət ağrılarla müşahidə olunur. Və bir də burada müəyyən insanlar var ki, çürümüş məhsulları yenidən satışa çıxarmaq məqsədi ilə, yəni bunların həmin o çürümüş tərəvəzlər, xarab olmuş tərəvəzlər itkiyə getməsin deyə bunu turşu yuyurlar, təmizləyirlər, özlərində bir təzələmə üsulundan istifadə edirlər. Bunu yenidən turşu qoyurlar. Demək yenidən nə olur? Satışa çıxarılır. Yenə də burada ziyan görən tərəf müştərilərdir, alıcılardır, istehlakçılardır. Və bir məsələ də var ki, bilmək lazımdır ki, turşu görüntüdə əgər bulanıqlıq varsa, köpüklənmə varsa, üzərində ağ təbəqə varsa, xoşagəlməz qoxusu varsa, bu artıq mikrobiyoloji pozulmalara məruz qalan turşudur və bundan istifadə etmək, bunu almaq qətiyyən yol verilməzdir. Və bir də orada hansı ki, o turşuların satıldığı bazarlar deyək. Bir orada monitorinqlər keçirilibmi ki, bu turşular laborator nəzarətdən keçibmi? Yəni ən azından həmin o turşuların hansısa bir laborator müayinələrinin cavabları varmı? Onlarla maraqlanmalıdır. Yəqin ki, belə təsərrüat var ki, mən də inanmıram o turşular hər hansısa bir laborator müayinələrdən keçsinlər. Ən yaxşısı olardı ki, üzərində markalanması olan, markalanma ilə yanaşı üzərində şirkətin, belə deyim, ünvanı, üzərində şirkətin adı, saxlama şəraiti, yararlılıq müddəti olan, markalanması olan məhsullardan istifadə etsinlər.